İlham Əliyev bu gün ərzində 2 dənə fərmanı imzalayıb ki, sosial şəbəkələrdə artıq yeni qaydalar olacaq. 18 yaşına çatmamış istifadəçilər və düşünürəm ki, artıq gələcəkdə də bunu eləyəcək. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəklər. İlham Əliyev bütün sosial şəbəkə deməli istifadəçilərini qeydiyyata alır. Nəzarətə götürür, kontrola götürür. Nəzarətə götürür Bəli. və bu elə belə baş vermir də. Bunu Mehriban Əliyevanı bu gün deməli rəqəmsal şuraya təyinlədi. Rəqəmsal bu dəhşətdir. Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, İlham Əliyevin gözləntilərini Əli Nağıyev, Zahid Oruc, Vilayət Eyvazov, Rəqəmsal Nazirliyi, Texnologiya Nazirliyi bunlar bacarmayıblar. Bunlar gördülər ki, heç bir şey yaramır və indi İlham Əliyev sırf öz ailəsini, öz gəlinini qorumaq üçün Mehriban Əliyevanı rəqəmsal deməli şuranın prezidenti qoyub və tapşırıb ki, Mehriban, bax gəlinimiz sənə əmanətdir. TikTokda, Instagram, Facebook, YouTube'da nə yayılacaqsa artıq sənsən cavabdeh və bizi qorumalısan. Yəni bu biabırsızlıqdır. Bu heç Rusiyada belə qanunlar yoxdur, amma İlham Əliyev bir gün ərzində təcili, təxirə salınmaz fərmanlar imzalayır. Biz mətbuat olaraq, onlayn televiziyalar olaraq Mehriban Əliyevan üstünə getmişik. Tənqidlər, hətta təhqirlər olub. Mehriban Əliyeva demişik ki, bu nə davranışdır, bu nə danışıqdır, bu vitse-prezident danışığı deyil. Tənqidlər çoxaldı və İlham Əliyev də deyib ki, mənim də cavabım budur ki, mən öz həyat yoldaşımı vəzifəyə gətirirəm. Doymurlar da, gözləri doymur. O insanlar həmişə sual verir ki, Mehman, İlham Əliyev nə vaxt doyacaq? Nə vaxt doyacaq? Və insanlar, bax, bizi izləyənlər həmişə bir şeydə deyirlər ki, bəs İlham Əliyev getsə, onun yerinə ac gələcək kimsə, elə qoy İlham Əliyev qalsın. Ay millət, ay bizi izləyənlər, bu Əliyevlər ailəsi tayfası heç vaxt doyan deyil. Heç vaxt. Mehriban Əliyeva artıq Mikayıl Cabbarovu vəzifələrdə keçib. Ay nə bilim Gimnastika Federasiyasının prezidenti, ay nə bilim Rəqəmsal Şuranın prezidenti, vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri. Bu adamlar doymur da.